Bu ay hörmətlə əlindən öpək yola salaq. Ayın əlindən öpmək necə olur bilməm, sayğı ilə, hörmətlə yola salaq. Bu ay bizdən həmişəlik ayrılır ha. Gələn il bəs Ramazan ayı, gələn il başqa Ramazan ayıdır. Başqa həqiqətdir. Bu ay həmişəlik, qiyamətdə görüşəcək bu ayla. Bu ilin Ramazan ayı həmişəlik bizdən ayrılır. Bağlandı, getdi bir neçə saatdan sonra. Bu ay bizdən həmişəlik ayrılır. Bir də qiyamətdə görüşəcək. Qiyamətdə bu Ramazan ayı gələcək görüşümüzə. Xahiş edirəm, bizdən şikayət eləmə. Ramazan ayından xahiş edirəm. Bizim əməllərimizə şahid oldu, getdi Ramazan ayı. Nə əməl verə bildi? Bu aya layiq əməl oldu, xeyr. Ramazan ayında mən bu qədər ləzzət almışam, doğrudan da almışıq da ləzzət. Vallahi ləzzət də anlar idi. Hə, nə olsun, təzdən başlayacaq. 11 ay yenə ye, iç, yet, nə olsun ki, hə, məsələn. Amma bu ləzzəti heç nə verməyəcək, düzdür. Günahkar halda bu qədər mənə Ramazan ayı ləzzət veribsə, gör, pak olsaydım, bu ay mənə nə qədər ləzzət verərdi. Gedək Kərbəlaya, hər sözün axırı Kərbəladır. Day, sonra Kərbəlaya getmək, bax, elə hər bir məclisdə İmam Hüseyin yad olunsa deyə bir Kərbəla ziyarətidir. Bu fürsətdə əlimizdən çıxıra sabahdan. Gedək Kərbəlaya. Bu qədər günahlardan sonra İmam Hüseyin bizi özünə aşiq eləyib, bu qədər aşiq olmuşuqsa, gör, yaxşı adam olsaydıq nə qədər sevərdi İmam Hüseyin. Heç düşünmüsünüz bu haqda? Mən bu qədər günahkar ola onu o qədər sevirəmsə, gör, yaxşı olsaydım, Hüseynin adı gələndə nə hala düşərdim mən?